Məndə nevrozam. Nevroz olduğu halda, yəni nevrozda müəyyən bədəndə tez-tez simptomlar olur. Belli o simptomlar dəyişir və gərgin bir psixika var və təşviş var orada. Nevroz olan insan illərlə, uzun illərlə yaxşı deməyim də, kimdəsə illərlə, kimdəsə aylarla nə baş verir? Özündən biraz qopmuş insandır. Öz tələbatlarından, istəklərindən. Özü istədiyi şəkildə bir çox şeyləri istədiyi kimi qərar vermir. Bir çox şeylərdə seçimlərini özündən yana etmir. Özü üçün rahat olsun deyə. Qorxularından irəli gələrək çox belə yaşayan insanlarla. Nevroz varsa, burada nədir? Başqalarına uyğunlaşmaq, başqalarında heç bir şeyi tətikləməyim. Ay, siz necə? Özünə qarşı haqsızlıq edəndirlər də, öz duyğularına qarşı, istəklərinə qarşı biraz belə laqeydlik var. Özünə nevroz olan insan çox, bilirsiniz nə üçün nevroz olan insanda bədəndə simptomlar yaranır, bədənə çox diqqət olur, fiksasiya olur da bədəndəki simptomda. Kimdə baş gicəllənmədir, kimdə ürəyi tez-tez döyünür, kimdə bir də boğulma gəlir birdən-birə, hə? Panik atakları demirəm, ha, sadəcə boğulmanı deyirəm, hə? Bax, bu nədən olur? Öz daxili aləminə istəkləri var, cürəbəcür. O özünə olan o sevgisi, diqqəti, qayğısı, o qədər orada boşluqlar var ki, bildiniz, mənəvi tərəfinə, həyatının o qədər az diqqət verib ki özü, ona görə yavaş-yavaş hələ bil ruh sıxılıb, insan psixikası sıxılıb, başlayıb bədənə təsir eləməyə. Bədənə təsir eləyəndə insan diqqətini bədənə dəhşət çox başlayır verməyə. Onda mənəvi tərəfindən həyatının daha da çox uzaqlaşır və başlayır ancaq o simptomları müalicə eləməyə, dərmanlarla əsas. Amma əslində baxmaq gərəkən olan tərəf haradır? Sənin duyğusal barədə sən nə qədər doymusan, nə qədər sən açsan. Orada bir mütləq nevroz olan insanda, mütləq tələbatlarda çox boşluqlar var. Tələbatları ilə bağlı, psixoloji, emosional tələbatları ilə bağlı çox boşluqlar var. Emosional tələbat nədir? Məsələn də, sevinmək, düzdürmü? Həzz almaq. Psixoloji odur ki, tutalım, belə deyim də, hələ bil özünü sən hörmətli hiss edirsən, hə, mənə hörmət edirlər. Yəni, elə yaradırsan ki, vəziyyəti, öz dəyərin yerindədir, öz güvən, özünə inam, hə? Bunlar hələ bil qədərində olanda emosional olaraq da o sevinmək var, sevinirsən, gözəl hisslər yaşayırsan, qəşəng ünsiyyətlərin var insanlarla, hə? Səndə öz dəyər, öz güvən, özünə inam çox belə zədəlidirsə, zəifdirsə, yəni nevrozda bu belədir. Nevrozda öz dəyərdə, öz güvəndə, özünə inamdır. Bunlar o qədər zəifdir ki, ona görə aşırı negativ duyğular var. Çoxlu negativ hisslər var burada. Necə negativ hisslər? Burada kədər var, burada hüzün var, burada təşviş, çox yüksək təşviş var burada. Çoxlu təşviş var burada. Bilirsiniz necə? Məsələn, belə deyim də, fizioloji olaraq acınsan. Tutalım, yemək yeməmsən də sən, uzun müddət yemək yeməmsən, su içməmsən. Necə ola bir insan? Baxın, fizioloji tələbatlar necə insanı pis vəziyyətə salır, sən onları ödəməyəndə. Yuxusuz nə qədər qala bilərsən? Yuxusuz qaldın. Nə vəziyyətə düşəcəksən? Sadəcə bilirsən ki, yuxusuz qalmışam, ona görədir. Sadəcə bilirsən ki, yemək yemirəm uzun zamandır. Tutalım, yeməyi tapmıram da, məsələn, hə? Yemək yemirəm, yemək tapmıram, bir şey var da, hə, burada yeməklə bağlı bir çətinlik var. Yemirəm, ona görə bu vəziyyətdəyəm, onu başa düşürsən. Amma emosional tələbatları insanın, hə, sən görəndə ki, bax, özünə hörmət qoyanda, özünü saydıranda, insanlar sənə hörmətlə davrananda, insanlar sənə əzməyəndə, sənə qarşı haqsızlıq etməyəndə, sənə çox şeylər tələb eləməyəndə, yəni sən bacardığından çox bir şeylər edirsən, özündən çox fədakarlıqlar edirsən. Nevroz olan insanda fədakarlıq da bir də görürsünüz çox olur. Nevroz olan insanın gözləntisi bir də görürsünüz çox olur başqalarından. Bəlkə ola bilər aşırı olsun. Yəni, baxın, budur. Məsələ odur ki, insan uzaqlaşanda öz emosional tərəfindən
Bədən başlayır burada əziyyət çəkməyə. Əməlli başlı əziyyət çəkməyə başlayır bədən. İnsan ruhu əzilirsə, sıxılırsa, yəni bax onu deyirdim. Mən tutalım ac qalanda bilirsən ki, ac idim, ona görə başım gicəllənir. Çox ac qaldım. Ya yuxusuz idim, ona görə ayaq üstə gəzə bilmirəm. Düzdür? Amma emosional fon da elədir. Sən uzun zaman kədərlisənsə, sən uzun zaman hər zaman təşvişlisənsə, sən bir sevinmək səndə demək olar həyatında yoxdur. Bir ürəyin açılsın, bir belə rahatçılıq hiss edəsən, ay içində bir huzur hiss edəsən, sən huzurlu deyilsənsə çoxdandır, çoxdan da huzurlu deyilsənsə, sən əlbəttə başında gicəllənə bilər, təzyiqdə oynaya bilər, boğulma da gələ bilər. Çünki huzur daxildə yoxdur. Başa düşdünüz necə? Öz dəyər nədir? Mən deyirəm, öz dəyər, özünə inam, özgüvən. Öz dəyər odur ki, tutalım, sən özünə dəyər verəndə nətər olur? Sən aşırı çox çalışmırsan, məsələn, bacardığın qədər çalışırsan da, hə? Tutalım, evdə ya bayırda, çöldə fərqi yoxdur, iş yerində ya evdə. Bir varsa həddindən çox elirsən, öz yerində elirsən, uşağın da yerinə elirsən, ərvində. Hər kəsin üçün hər şeyi, hər zaman çatdırmalısan, eləməlisən, tutalım. Özün yaddan çıxırsan. Öz gözməyin, özün üçün bir şeylər almaq, özün üçün sırf bir şeylər pişirmək. İndi qadınlardan danışırıqsa da, tutalım, özün parixmaxıra getməyin, özün, nə bilim, cürəbəcür bijuteriyalar falan, nə bilim, maraqlanmaq da qadına aid olan hər bir şeylə, düzdürmü? O qadında ki, kimdə nevroz var, o özü ilə qadın kimi çoxdan maraqlanmır, normal olaraq, tam olaraq. Ya onun, tutalım, ola bilər, heç uzun zamandır ya intim həyatı yoxdur, ya ola bilər, tutalım, bu var, amma ki, özünə baxmağı unudub, normal yetərincə özünə baxmır, istədiyi qədər nə dincəlmir, istədiyi qədər özünə ay kosmetika ilə biraz prosedurlar elə. Prosedur da heç önəmli deyil. Yəni ki də bir qadın kimi özü ilə bağlı bir şeyləri çox az edir. Qadın kimi hələ bir qadınsan, amma nevrozsan. Qadın kimi yaşamağı sən artıq çoxdan da unutmusan, məsələn. İnsan kimi, heç qadın kimi qoyaq bir tərəfə, bir insan kimi.